İmtahansız xarici universitetə qəbul, ölkəni tərk etmədən onlayn təhsil, hərbi xidmətdən möhlət, təsdiqlənən diplom. Bu cür təkliflərdən gənclərə müraciət edən şirkətlərin sayı son vaxtlar artıb. Xüsusilə də imtahandan kəsilən və heç bir yerli universitetə qəbul ola bilməyən tələbələr bu yolla təhsil almağa can atırlar. Əyani oxuduqları təqdirdə əsgərlikdən rəsmi şəkildə möhlət hüquqları verilir. Heç bir halda heç bir problem yaşanmır. O ki, qaldı diplom təsdiqinə. İstənilən ölkənin ərazisində müəyyən bir vaxt var ki, məsələn 25-40 gün ərzində qiyabı oxusalar belə, ərazi hüdudlarında olursa həmin ölkənin diplom təsdiqində heç bir problem yaşanmır. Ekspertlər bildirir ki, bu seçim zamanı diqqətli olmaq lazımdır. Çünki bir çox hallarda belə təkliflər reklam xarakteri daşıyır və diplomların tanınmaması ilə nəticələnir və həmin şəxs maddi cəhətdən şirkətin qurbanına çevrilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən isə bildirirlər ki, qurum xaricdə təhsil sahəsində o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Agentliyin saytında diplomlara ən çox tanınmayan universitetlər əsasında məlumat yerləşdirilib. Sırf müraciətlər əsasında qeydə alınan siyahıda 95 xarici universitet yer alır. İl ərzində 6000-dən çox tanınma ilə bağlı müraciət daxil olur ki, ondan təxminən 15-17% tanınmır. Birincisi, vətəndaşlarımız seçəcəkləri ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş təsnifatda yer almasına diqqət etmələri. Ali təhsil müəssisəsinin yerli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsinə və dövlət lisenziyasının olmasına mütləq şəkildə diqqət etməlidirlər. Vətəndaşlarımız təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmalı və təhsil müddətinin azı 3/2-sində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilə sahib olmalıdırlar. Yəni, qanunvericiliyə görə əyani tədris forması üzrə hər tədris ili xaricdə ən azı 4 ay, ümumilikdə isə minimum 21 ay oxumaq tələb olunur. Qiyabi formada isə tələbə hər il xaricdə ən azı 25 gün fiziki dərslərdə iştirak etməlidir. Elmira Seyfəddin qızı Qadir Əliyev, İTV Xəbər.